Xırdalan şəhərində 100 kvadrat şəxsi istifadə üçün tikilmiş qoşadaş həyətinə maşın daxil olan ev tapılmışam. Evin içərisindən. Evin bax belə bir həyəti var. Ard-arda 2 maşın saxlamaq mümkündür. Geniş padvalı var. Padvalı qurudur. Hündür quru ərazidir. 515-596 nömrəli avtobusun yolunda yerləşir. 100 kvadrat, hətta 100-dən də yuxarıda evin içərisi. Gəl, həyətini göstərdim. Sağına soluna keçmək olur. Geniş bir dənə, bax, yerdən kürsülü də. Geniş bir dənə dəhlizi, dəhlizdən otaqlara. İndiki evlərin, bax, bu boyda qonaq otağı olur. Amma bu bunun mətbəxidir. Qonaq otağı 2 bunun boydanadır. Yəni, fərqə bax da, qardaş. Gəl bura. Burada bir dənə evin qəşəng geniş səliqəli qonaq otağı. Görsən, qoşadaş, bütün pəncərələrin qabağı açıq, qəşəng səliqəli, təmirli, hazır köç yaşar. Bir dənə geniş yataq otağı, pəncərəsinin qabağı açıq, qoşadaş. Qiymət demişdim mən. Deməmişəm. Deyərik də. Burada da yerləşir evin ikinci yataq otağı. 3 otaq 100 kvadrat. Son sanuzelini göstərim, diqqətlə baxın. Hamam sanuzeldə burada qiymət bilsən nə deyil? Qiymət heç neçəyə? 54.500 manat. Gəlirsən, razılaşsan, endirim də elətdirəcəyik. Narahat olmasan. 515-596-nın yolu az internet. Sağ ol.